Salam, vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar. Birinci liqa verilişi efirdədir. Həmişə olduğu kimi Azərbaycanın futbol çempionatının birinci liqasında baş verən hadisələrdən, oyunların təhlilindən danışacağıq. Təbii ki, qonağımızla birlikdə. Və istərdim ilk olaraq həmişəki kimi qonağımızı təqdim edək. Bizim bugünkü qonağımız Moik klubunun baş məşqçisi Qəzənfər Abbasovdur. Qəzənfər müəllim, xoş gördük sizi. Çox sağ olun. Və ilkin olaraq, hörmətli tamaşaçılar, istərdim 17-ci turun nəticələri ilə tamaşaçılara tanış edək və hal-hazırda rejissorumuz ekranlara gətirəcək nəticələri və mən də sizə təqdim edirəm. Moik Qaradağ-Lökbatan qarşılaşmasında hesab bərabər oldu, 2-2. Turun ən dramatik oyunlarından biri kimi göstərilə bilər. Difai öz meydanında Baku Sportinga 0-1 hesabı ilə uduzdu. Cəbrayıl Qəbələ oyununda da qonaqlar sevindilər və bu oyunda da bol qollu bir qarşılaşma izlədi futbol azarkeşləri və Qəbələ 3-2 hesabı ilə əzmkar qələbə qazandı. Karvan Zakatala görüşündə də qapılara 5 qol vuruldu və orada da çox maraqlı bir, intriqalı bir qarşılaşma idi və Karvan birinci liqadan Premier Liqaya çıxmağa namizəd göstərilən komandalardan biri və rəqiblərindən biri olan Zakatalanı 3-2 hesabı ilə məğlubiyyətə uğratdı. Və turun gözlənilməz nəticəsi kimi göstərilən bir qarşılaşma iddialılardan imişli öz meydanında Mingəçevirlə qarşılaşırdı və bu oyunda qonaqlar Mingəçevir futbolçuları 1-0 hesabı ilə səfərdə qalib gəldilər. Qeyd edək ki, bu Mingəçevirin qış fasiləsindən sonra artıq ardıcıl ikinci qələbəsidir və komanda yavaş-yavaş öz oyununu tapmaqdadır. Qəzənfər müəllim, nəticələrlə tanış olduq. Mən istərdim qısaca olaraq 17-ci turun oyunları haqqında öz fikirlərinizi bildirəsiniz. İlk növbədə çox sağ olun, minnətdarlığımı bildirirəm, dəvət elədiniz verilişə. Oyunlarla bağlı, yəni həqiqətən də indi burada gözlənilməz nəticələr də oldu. Bu çempionatın ümumi səviyyəsindən asılıdır. Yəni bu çempionatın səviyyəsi həqiqətən də günü-gündən artır və ona görə də heç kim deyə bilməz ki, məsələn, axırıncı yerdə gedən komanda ya birinci yerdə gedən, ikinci yerdə gedən komanda gəlib axırda gedən komandaya qalib gələcək. Bu, yəni bir mənalı olaraq belə deyil. Çünki bu artıq baş verib, bir neçə dəfə də bunun şahidi olmuşuq və belə də olacaq. Yəni çünki hər bir komanda iddialıdır, qələbə üçün oynayır. Birinci, ikinci, üçüncü yer, dördüncü yerdə gedən komandalar, beşinci yerdə bunlar üçlük üçün mübarizə aparırsa, yəni sonda gedən komandalar da sonuncu yer tutmamaq üçün mübarizə aparır. Ona görə də bu mübarizələr, bu qələbələr, yəni axırıncı yerdə gedən komandanın və yaxud ortada gedən komandanın üstə gedən komandaya qələbəsi, yəni bu gözləniləndir bu çempionat üçün. Düşünürəm ki, hələ heç nə demək olmaz. Yəni kim ki axırıncı yerdə gedirsə, yəni hələ heç nə demək olmaz. Bəli, çox düzgün buyurursunuz. Çünki xal fərqi o qədər də çox deyil. O axırıncı yerdə gedən komandalarla orta pillələrdə olan klublar arasında. Bilinmir bu dəqiqə. Yəni vəziyyət elə bir gərgin haldadır ki, yəni 5-ci yerlə axırıncı yer arasında da çox böyük fərq yoxdur. 6-cı yer, 4-cü yerlə axırıncı yer arasında da fərq yoxdur. Yəni bir də baxa bilərik ki, çempionatın sonunda axırıncı yerdə gedən komanda gələr 4-cü yerdə məskunlaşar. Yəni, ona görə hələ heç nə demək olmaz bu liqa ilə bağlı. Bəli, sizin sözlərinizə bariz nümunə kimi mən qeyd etmək istəyirəm ki, Mingəçevir əgər qış fasiləsindən sonra turnir cədvəlində sonuncu yerdə idisə, hal-hazırda Mingəçevir artıq 2 qələbədən sonra Mingəçevir birdən-birə 7-ci pilləyə yüksəlir. Bu isə komandaya imkan yaradır ki, hətta o nəzəri cəhətdən onun şansları da var hal-hazırda. Yəni bundan sonraki oyunlarda qalib gəlsə, ilk üçlüyə də düşə bilər. Sizin sözlərinizdən mən belə başa düşdüm ki, verilişimizdə əvvəlki olan qonaqlar da hamısı bir fikir səsləndirib ki, birinci liqada Qəbələnin çıxmaq şərti ilə digər klubların demək olar ki, səviyyəsi eynidir. Bəli, yəni səviyyəsi eynidir. Bu liqanın inkişafıdır daha doğrusu. Yəni belə deyək də biz bu dəqiqə klublar olaraq tam inkişaf eləməmişik. Yəni klublar olaraq. Amma liqada futbol cəhətdən futbolçuların məğlub olmamağı, oynamağı, mübarizə aparmağı, yəni çempionatda gərgin mübarizənin getməyi. Mən ikinci ildir, yəni artıq bu klubda işləyirəm və mən ilk gəldiyim ildə, məsələn, birinci yerdə gedən komanda, sonuncu yerdə gedən komanda ilə oyuna çıxırdısa, 90% bilirdin ki, yəni bu qələbə qazanacaq. Amma bu idman prinsipləri ki, liqaya qoşuldu, yəni təyin olundu ki, yəni axırıncı yer düşəcək ikinci liqaya və birinci yerdə Premier Liqaya qalxacaq. Ondan sonra
daha da gərgin mübarizə başladı və bu liqanın inkişafıdır. Amma klublar olaraq bunu deməzdim. Yəni sadəcə bir Qəbələnin çıxmaq şərti ilə qalan 9 klub Premyer Liqa klublarından geri qalır. Yəni çox geri qalır. Birinci növbədə şəraitinə görə. Yəni vəziyyət elə bir həddədir ki, bu dəqiqə 9 klubun meydançalarında, məşq elədiyi meydançada və yaxud da qəbul elədiyi meydançada demək olar ki, təbii meydan ot örtüyü yoxdur. Varsa da 2 klubun, 3 klubun var. Bunlar da ki, o səviyyədə deyil, yəni bərbaddır, belə deyək. Biz Karmanla oyunda da meydançanın vəziyyətini gördük. Bakı Sporting də məlumdur. Yəni ona görə birinci liqanın klublarının səviyyəsi artırmaq üçün birinci növbədə mənə elə gəlir ki, şərait. Bəli, infrastrukturdan başlamalıyıq. Çox düzgün qeyd etdiniz. Elə isə biz keçirik oyunlara və ilk qarşılaşma liderin oyunu ilə başlayır. Qəbələ komandası vahid lider, birinci liqanın vahid lideri 17-ci turda səfərə yollanmışdı və Cəbrayıl komandası ilə qarşılaşırdı və hal-hazırda biz bu oyunda baş verənləri izləyirik. Bəli, bu qarşılaşmada Qəbələ öz legionerlərinin Şuayb və Masumunun vurduğu qollarla səfərdə Cəbrayılı məğlub etdi. Son ana qədər gördüyünüz kimi intriqa var idi. Çünki elə hakimin finish fitindən bir qədər əvvəl penalti təyin olunmuşdu. Penalti yerinə yetirildi və hakim bundan sonra artıq oyunu bitirdi. Çünki 90 üstə gəl 4-cü dəqiqə gedirdi artıq artırma vaxtlarda. Bəli, Cəbrayıl Qəbələ olma hissəsində səfər dedik. Səfər Bakı idi. Çünki bildiyimiz kimi, yəni səbəblər məlumdur. Hələ Cəbrayıl komandası öz meydanda oynaya bilmir. İşğaldan azad olunan ərazilərdə Cəbrayıl şəhərində hal-hazırda böyük tikinti quruculuq işləri həyata keçirilir. Yəqin ki, inşallah yaxın müddətdə orada stadion inşa edilər və tez bir müddətdə biz Cəbrayıl komandasında öz oyunlarını Cəbrayılda keçirməsinin şahidi olaraq. 5 qollu bir qarşılaşma oldu. Nə deyə bilərsiniz Qəzənfər müəllim? Ümumiyyətlə, gözləyirdinizmi ki, bax, belə bir oyunda Qəbələ çətin, əzmkar bir qalibiyyət əldə etsin? Əslində gözləyirdim. Çünki niyə görə gözləyirəm? Yəni, bayaq dediyim kimi də, yəni, bu liqada hələ kimsə deyə bilməz ki, gedəcəm hansısa bir komandanı rahat orada qalib gəlib qayıdacam. O Qəbələyə də aiddir. Yəni, fərqi yoxdur. O turnir zərbəndə ortada gedən bir komandalara da aiddir ki, yəni bu liqada hamı mübarizə aparır. Yerindən, cədvəldə olan yerindən asılı olmayaraq hamı mübarizə aparır, hamı heç kim məğlub olmaq istəmir. Həm də cədvəldə də vəziyyət elə bir vəziyyətdir ki, yəni bu xal itkisi, yəni hər bir komanda üçün biraz problem yaradır. Çünki ona yaxın komandalar çoxsu, hamısı demək olar ki, bir-birinə yaxındır və bir məğlubiyyət və yaxud da heç-heçə sən yeri bitirə bilirsən. O baxımdan yəni gözləyirdim ki, ağır olacaq Qəbələ üçün. Elə də oldu. Yəni biz hər iki klubla da mübarizə aparmışıq. Yəni hər iki heyət baxımından Qəbələ bu günləri Cəbrayıldan və yaxud da başqa klublardan
yaxşıdır legionerlərinə görə də, elə futbolçuların bəzilərinə görə də. Amma yenə də buna baxmayaraq, yəni bu liqada ad önəm daşımır. Yəni ki, hansısa bir futbolçudur, bu Premyer Liqa görmüş futbolçudur, gələcək, oynayacaq, qol vuracaq. Yəni bu liqada ad önəm daşımır. Burada əsasən meydançada belə deyək də əzmkar mübarizə aparmalısan. Bəli, bu əsasən də ona görədir ki, çünki burada normal meydança ot örtüyü azdır. Yəni bəzi komandalar süni örtükdə oynayırlar çoxu və ot örtüyü olan klubların da biz özünüz də qeyd etdiniz. Yevlaxda stadion çox bərbad, yəni qazon çox bərbad vəziyyətdədir. İmişlidə də sanki orada yeni ot örtüyü saldılar, amma bu o qədər də peşəkar olmadı. Hazırda orada da yəni baş məşqçilər narazılıq edir ki, meydançanın vəziyyəti təbii olsa da o qədər də yaxşı deyil. Yəni məhz bu amilə görə meydanda əzmkar mübarizə daha çox komandalara xeyir verir. Bu gün məsələn mən lap özümüzdən danışım. Hansısa bir Premyer Liqa komandasının futbolçusunu məsələn deyək gətiririk kluba. O süni meydançada çıxıb 2 məşqdən sonra və yaxud da hansısa bir oyundan sonra zədələnir. Yəni çünki futbolçu Premyer Liqada ot örtüyündə məşq eləyib, orada oynayıb, birdən-birə gəlir düşür 1-ci liqada süni meydançaya və onun üçün ağır olur. Yəni bizim başımıza da gəlib Premyer Liqa futbolçusu gətirmişik, görmüşük ki, yəni bu alınmır da burada, yəni zədələnir, tez zədələnir. Ona görə yəni həqiqətən də həm meydança da öz sözünü deyir. Əlavə də ki, yəni bayaq dediyim kimi mübarizə, komandalarda olan futbolçuların mübarizəsi də imkan vermir ki, adlar burada qələbə qazansın. Yəni bax siz dediniz ki, Qəbələ ilə də qarşılaşmısınız, Cəbrayıl'la da. Necə olub o oyunlar? Yəni misal üçün hal-hazırda Qəbələ ilə yenidən qarşılaşacaqsınız. Onlara nə dərəcədə çətinlik yaşada bilər Moik klubu? İstər Qəbələ olsun, xüsusilə Qəbələni qeyd edirəm, lider komanda kimi. Biz hər oyuna, nəinki Qəbələ, yəni hər oyuna ciddi hazırlaşırıq, qələbə üçün çıxırıq. Yəni Qəbələ ilə də belə deyək, qələbə üçün çıxırıq. Sadəcə bəzi bu axırıncı oyunda biz məğlub olduq Qəbələyə. Onun da biraz səbəbləri, yəni çox səbəbləri var. İndi burada onların tam hamısı belə biraz bəhanə kimi görünər, amma yəni meydançada... Həmin oyun üzr istəyirəm, qış fasiləsindən öncə olmuşdu, yoxsa qış fasiləsindən sonra? Yox, qış fasiləsindən sonra. Qış fasiləsindən sonra biz məğlub olduq evdə oynayanda, yəni biz öz meydançamızda məğlub olduq. Binə qəsəbə stadionunda, bəli. O futbolçularımızın bəzilərinin olmamağı, yəni zədə səbəbindən, yəni əsas heyət qapıçımızın olmamağı biraz bizə problem yaratdı. Amma yenə də, yəni mən deyərdim ki, o oyunda biz başa-baş mübarizə apardıq. Sadəcə bizim də olan imkanlar oldu, Qəbələnin də olan imkanları oldu. Qəbələnin usta futbolçularının belə deyək, hesabına onlar fərqlənə bildi. Necə ki, bu oyunda da, Cəbrayıl'la oyunda da yenə o usta futbolçular, hansı ki, yəni fərdi olaraq bacarıqlı futbolçular önə keçdilər, qələbə qazandılar. Yəni burada mən deyərdim ki, Qəbələnin kollektiv oyundan əlavə də futbolçuların ustalıq səviyyəsi də bu oyunda öz sözündedir. Təşəkkürlər və növbəti qarşılaşmaya keçəcəyik. Bu tur Karvan, yəni Premyer Liqaya çıxmağa əsas namizədlərdən biri olan Yevlax təmsilçisi öz meydanında Zakatala ilə qarşılaşırdı və bu oyunda da qapılara 5 gol vuruldu, qalib gələn isə Karvan oldu.
Bəli, çox dramatik bir qarşılaşma Yevlaxda Karvanla Zaqatala arasında oldu və qalib gələn təbii ki, çox böyük üstünlük əldə edəcəkdi. Turnir cədvəlində yerini qorumaq və ilərləmək baxımından və Karvan öz meydanında 3-2 hesablı qələbə ilə yenidən ikinci pilləyə yüksəldi. Çünki İmişlinin xal itkisindən sonra Karvan İmişlini keçdi. Doğrudan da çox gözəl bir stadiondur, Yevlax şəhər stadionu. Təəssüf ki, bu ot örtüyü bu stadiona yaraşmır və inanaq ki, yəni 100% belə olacaq, çox güman ki, çünki Premyer Liqada belə stadionla mübarizə aparmaq olmaz. Çünki PFL-in daha başqa tələbləri var və inanaq ki, inşallah istər Karvan, istərsə digər klublar Premyer Liqa vəsiqə qazanandan sonra xüsusilə öz infrastrukturundakı, yəni stadionlarındakı çətinlikləri aradan qaldıracaqlar. O ki, qaldı gedən mübarizəyə. Burada da 5 qollu bir qarşılaşma oldu. Əslində gözlənilən, çünki Zaqatala da iddialıdır Premyer Liqaya çıxmağa və bu maraqlı görüşdə Karvan qələbə qazandı. Bəli, burada da onu qeyd edərdim ki, yəni Zaqatala komandası həqiqətən də, yəni biz bu turdan qabaq onlarla oynadıq. Çox yaxşı futbolçuları, çox yaxşı komandadır, kollektivdir. Yəni biz hər dəfə onlarla oyunda, yəni biz bunun şahidi olmuşuq ki, axıra qədər sonracan mübarizə aparan bir komandadır. Burada da 2 top fərqi ilə önə çıxdılar. Amma buna baxmayaraq Karvan belə deyək də dayanmadı, mübarizəni axıra qədər davam elətdirdi. Həm onlar öz meydançalarında oynayırdılar, yəni öz azarkeşlərinin önündə, yəni bunu istəməzdilər. Əsasən burada mən deyərdim ki... Qələbə topu da 90 üstə gəl birinci dəqiqədə vurulub. Burada da ən əsas diqqət burada Karvanın ikinci qoldan sonra tez qol vurmağı oldu. Yəni ikinci qoldan sonra Karvan tez qol vurdu və 2-1 elədi hesabı. Ondan sonra da rahat biraz oyun getdi. Yəni o 2-0 olsaydı və ikinci hissəyə bu hesab 2-0-la geçsəydilər, biraz Karvan üçün qələbə qazanmaq daha da çətin olardı. Bəli, birdən-birə öz meydanında 0-2 hesab ilə geridə ola-ola çox önəmli bir məqamdır ki, belə bir geri dönüş oldu. Həm bu qələbə onlar üçün əlavə bir gələcək oyunlarda da motivasiya oldu. Əlavə də ki, onların turnir cədvəlində də irəliyə İmişlini keçərək ikinciliyə yüksəldilər. Mübarizə, gərgin mübarizə apardılar, vuruşdular axıra qədər. Yəni, bu gün layiqli qələbə qazandılar, mən deyərdim. Çünki mən oyuna da baxırdım. Yəni, həqiqətən də maraqlı oyun getdi, mübarizəli oyun getdi. Meydança yaxşı olsaydı, daha gözəl oyunda izləmək olardı. Bəli, mən deyəcəkdim bunu. Meydança əgər ideal olsaydı, biz daha maraqlı bir mübarizə izləyə bilərdik. Sizcə, heyət baxımından hansı komanda daha üstündür burada? Çünki Karvanda xüsusilə legionerlər çoxdur Zaqataladan. Heyət baxımından Karvan üstündür və bir də onu da qeyd eləmək istəyirəm ki, Karvan demək olar ki, keçən ilki heyətini qoruyub saxlaya bildi. Yəni bizdən fərqli olaraq onlar keçən ilki heyətini qoruyub saxladı və biraz daha da gücləndirdi. Orada olan futbolçular, fərdi keyfiyyətlə seçilən futbolçular, Premyer Liqa görmüş futbolçular, legionerlərin özləri də, yəni bu günləri birinci liqada 5 dənə, 4 dənə səviyyəli legionerlər varsa, elə onlardan biri-ikisi də Karvanın özündədir. Bu baxımdan yəni komanda nəticə qazana bilir. Həm keçən ilki heyət qalıb, yəni onu biraz belə deyək, biraz gücləndiriblər və ikinci də ki, futbolçuların fərdi legioneri olsun və yaxud da Azərbaycanlı futbolçular da var orada, yəni Premyer Liqa görmüş, fərdi keyfiyyəti yaxşı olan futbolçular, onlar da belə deyək də nəticələrə təsir edirlər. Bəli, hətta bu yaxın günlərdə Özbəkistanlı yeni bir futbolçu da anlaşıblar və artıq Karvanın heyətində Özbəkistanlı legioner də oynayacaq. Hörmətli tamaşaçılar, biz verilişimizdə müzakirələri davam etdirəcəyik, amma qısa reklam fasiləsindən sonra. İdman TV-nin efirində birinci liqa verilişi davam edir və növbəti qarşılaşmaya keçəcəyik. Premyer Liqa vəsiqə qazanmağa iddialı klublardan biri olan İmişli bu tur öz meydanında Mingəçevirlə qarşılaşırdı. Artıq yeni sponsorluğu iddiasını daha da artıran Mingəçevir klubu ilə və bu oyunda İmişli gözlənilmədən minimal hesabla
məğlubiyyətə uğradı. Bəli, İmişli komandası öz meydanında gözlənilmədən Mingəçevirə uduzdu. Niyə gözlənilmədən deyirik? Çünki İmişli də Premyer Liqaya əsas iddiaçılardan biridir və təbii ki, hər oyunda qalib gəlmək istəyir ki, ən azından heç olmasa 3-cü yeri əldən buraxmasın. Turun ən gözlənilməz nəticəsi hesab etmək olarmı İmişli-Mingəçevir qarşılaşmasının nəticəsini? Bəli, həqiqətən də yəni İmişli komandasının evdə Mingəçevirə məğlub olmağı, çünki niyə görə gözlənilməzdir? Bu komandanın iddiaları ikinci, üçüncü yer uğrunda buraya mübarizə gedir. Yəni birinci yerə çatmaq üçün onlar da evdə Mingəçevirə fərqi yoxdur. Yəni Mingəçevir olmasın, hər hansı bir kluba məğlub olmaqları onlar üçün yəni həqiqətən də yəni belə deyək də gözlənilməz bir nəticədir. Çünki İmişli komandasının futbolçularına baxanda yəni hamısı keyfiyyətli, yaxşı futbolçulardır. İllərdir birinci liqada və yaxud da Premyer Liqada futbol oynayan və yaxud da legionerlər var ki, baxırsan hamısı onlar da yaxşı futbolçulardır. Sadəcə burada mən deyərdim ki, İmişliyə əsasən düz rəqib Mingəçevirin qələbəsinə kölgə salmaq istəmirəm, amma İmişlinin ən böyük problemi də elə bu meydançada olur. Yəni meydançay problemidir. Çünki onlar, o futbolçular topla yaxşı davranan futbolçulardır, orada olan futbolçular, yəni texnikalı oyunçulardır və bu meydança onlara evdə oynamaqlarına baxmayaraq öz ustalıqlarını nümayiş etdirməyə tam imkan yaratmır. Mane olur. Yəni bu oyunda həqiqətən Mingəçevir komandası da yəni belə deyək də çox qaçdı. Yəni bu oyuna da baxmışam. Yəni deyərdim ki, İmişli futbolçularına nisbətən Mingəçevir futbolçuları yəni həqiqətən də mübarizə apardılar. İmişli biraz rahat əsasən arxayın çıxmışdı deyəsən. İlk hissədə çox rahat çıxmışdı oyuna. Ona görə də biraz bu problemləri yaşadılar. Amma yəni bu gözləniləndir. Yəni Mingəçevir komandası da hər bir komandadan gedib xal ala bilər, qələbə qazana bilər. Üstə gedən komandalardan, turnir cədvəlində üstə gedən komandaların hər birindən qələbə qazana bilər. Biz bu növbəti tur Mingəçevirə gedirik. Yəni biz də bilirik ki, bizim üçün də orada ağır oyun olacaq. Yeri gəlmişkən, bax, siz ilk turda səhv etmirəmsə Mingəçevirlə qarşılaşmışdınız cari mövsümün əvvəlində və həmin oyunda məğlub olmuşdunuz. Bəli, 2-1 məğlub olmuşdur. Ümumiyyətlə, həmin Mingəçevir güclü idi, yoxsa hazırki Mingəçevir daha güclüdür? Yox, onun fərqləndirmərəm. Yəni heyət baxımından demək aşağı-yuxarı yəni
demək olar eynidir. Bir balaca burada indi yeni futbolçular gəlib. Yeni baş məşqçi gəlib. Yeni baş məşqçi gəlib. Biraz indi keçən Mingəçevirə baxanda bir balaca da daha da iddialıdırlar. Yəni amma biz keçən birinci oyunda da Mingəçevirə məğlub olmağımızla, yəni demək olar ki, eyni ssenari oldu. Yəni Mingəçevir bizi əks hücumda tutdu, qələbə qollarını vurdu. Yəni biz komanda olaraq 1-0 geridəydik, penalti qazandıq, vura bilmədik. Gəldilər Mingəçevir ikinci qolu vurdu və biz axıra bir dənə qol vura bildik. Mən orada da yəni gördüm ki, elə ilk tur idi o. Yəni oradan bilinirdi ki, yəni bütün komandalar çempionatda iddialıdır. Qələbə üçün meydançaya çıxacaq, vuruşacaq. Heç kim rahat gedib kimisə məğlub edə bilməyəcək. Düzdür, bizim onda həmin vaxtda biz problemlərimiz var idi. Əsasən də meydança problemimiz. Yəni biz meydança, biz demək olar ki, başqa meydançalarda Binə qəsəbə stadionu təmirdə olduğuna görə biz başqa ev oyunlarını başqa stadionlarda oynadıq. O da biraz bizə problem yaratdı. Amma yenə Mingəçevir deyərdim ki, bu günləri belə deyək də bizdən və yaxud da bizdən öncəkidən ya turnir cədvəlində aşağıda olan heç bir komandadan geri qalmır. Yəni biz də bunu bilirik. Bu səfərimiz də oradır. İnşallah xeyirlisi əlimizdən gələn eləyəcəyik ki, yəni oradan səfərdən yaxşı nəticə ilə qayıdasınız. İmişlini də siz qış fasiləsindən sonra ilk turlardan birində siz İmişli ilə qarşılaşmışdınız və həmin oyun bəlkə də indiyə qədər mənə elə gəlir ki, mövsümün ən maraqlı və ən dramatik oyunlarından biri oldu. Çünki oyunun gedişatında siz 1-3 hesabı ilə geridə idiniz. Amma hətta artıq mən özüm də həmin oyuna baxırdım və elə hesab edirdim ki, çətin olacaq artıq bu oyunda İmişli qələbəni təmin edir. Amma birdən-birə oyun 4-3 hesabı ilə Moyik'in xeyrinə başa çatdı. Nə deyə bilərsiniz? Həmin qarşılaşmada nələr baş verdi ki, siz belə əzmkar bir qalibiyyət əldə etdiniz? Özdəki liderlərdən biri ilə mübarizədə. Biz belə deyək də, yəni meydançada futbolçular geriyə də düşsək, hansı oyunda ümumi baxsaq, biz çempionat başlayan, yəni bu qış fasiləsindən sonra bütün oyunlarda İlk qolu biz buraxmışıq. Yəni İmişli ilə olsun, ondan sonraki oyunlar olsun. İlk qolu buraxmışıq. Yəni amma yenə düşməmişik. Futbolçular mübarizə aparıb, qələbə qazanmaq üçün əllərindən gələn hər şey eləyiblər. Yəni bu oyunda da 75-ci dəqiqəyə qədər biz 3-1 məğlub idik. Sonra yenə də düşmədi futbolçular həvəsdən, oynadılar. 3-2 elədik. Sonra 90-cı dəqiqədə penalti qazandıq 3-3 və burada mən həmən məqamda bəlkə də İmişlinin futbolçularının biraz tələskənliyi mi deyim, biraz təcrübəsizliyi mi deyim. Yəni 3-3 olandan sonra bütün komanda ilə irəli atıldılar. Çünki onlar qələbə qazanmaq istəyirdilər ki, turnir cədvəlində yəni daha da irəliləsinlər. Və biz bundan istifadə edib əks hücumda 4-cü qolu vurduq. Amma yəni yenə deyirəm, həqiqətən də çempionatın, turun ən maraqlı oyunlardan biri idi. Çünki qarşılıqlı hücumlar şəraitində açıq futbol getdi. Əsasən də biz 70-ci dəqiqədən sonra bizim hücuma qarşı onların da əks hücumları, yəni futbolu daha da maraqlı elədi. Təşəkkürlər və növbə artıq çatır Difai Baku Sporting qarşılaşmasına. Difainin də vəziyyəti hal-hazırda yaxşı deyil. Komanda outsiderlərdən biridir Qaradağ Lökbətanla bərabər və 17-ci turda Difai öz meydanında Baku Sporting ilə qarşılaşdı və Bakı təmsilçisi burada minimal hesablı qələbə qazandı. Bu oyunda baş verənləri izləyirik.
Bəli, Baku Sporting minimal hesabla qələbə qazandı. Daha böyük ola bilərdi hesab. Yəni penaltidən istifadə olunmadı. Məncə bu nəticə gözlənilməz nəticə deyil. Çünki Baku Sporting qış fasiləsindən sonra turnir cədvəlində irəliləyən və mən deyirəm ki, ən formada olan komandalardan biri də hal-hazırda. Nə deyə bilərsiniz bu oyun haqqında? Bu oyun, mən deyərdim ki, bərabər səviyyəli komandaların oyunudur. Yəni, Baku Sporting də, difai də, yəni onlar da aşağı-yuxarı bərabər səviyyədə olan bir komandalardır. Yəni, bu oyunda kim qol vursaydı, mənə elə gəlir ki, o da qələbə qazanacaqdı çox güman ki. Çünki hər iki komanda ehtiyatla oynayırdı, düzdür. Hər iki komandanın da imkanları oldu qol vurmağa. Amma burada yenə Baku Sportingin futbolçularının belə deyək də fərdi keyfiyyətləri yenə də önə çıxdı. Difai komandası da yaxşı komandadır. Yəni mən deyərdim ki, qış fasiləsindən sonra elə Baku Sporting kimi difai də yaxşı vəziyyətdədir. Yəni baxırsan ki, oyunlarda mübarizə aparır, qələbə qazanmaq üçün, daha doğrusu qələbə də qazanır. Elə oyunlar var ki, yəni orada çıxıb mübarizə aparıb qələbə qazanırlar. Yəni bərabər səviyyəli deyərdim. Çünki mən bu komandaların heç birini ayırmaram. Sadəcə indi turnir cədvəlində yerlərinin bir-birindən aralı olmağı, yəni o demək deyil ki, yəni Baku Sporting bu oyunda favorit idi, yox. Hər iki komanda yəni qələbə qazana bilərdi bu oyunda. Yəni əsasən də burada ilk qol amili, hansı komanda qol vursaydı, demək olar ki, üstünlük, həm psixoloji cəhətdən də üstünlüyü ona keçirdi. Baku Sporting qol vurandan sonra daha da biraz psixoloji rahat oynamağa başladı və difaidə biraz tələskənlik, çaşqınlıq əmələ gəldi. Ona görə də sonra penalda qazandığı Baku Sporting oyunun axırlarına yaxın. O da difainin artıq tələsib oyunu çevirmək, qaytarmaq istəyirdilər. Ona görə yəni bu oyun bərabər səviyyəli bir oyun idi. Yəni kimsə burada üstün və yaxud da kimsə zəif çıxış eləmədi. Və növbəti artıq sonuncu qarşılaşmada baş verənləri sizə çatdıracaq hörmətli tamaşaçılar. Moik Qaradağ Lökbatan qarşılaşması turun ən dramatik oyunlarından biri və bu oyunda qapılara 4 qol vuruldu və bərabərliklə başa çatdı maç. Moik Qaradağ Lökbatan oyununda baş verənləri izləyirik. Ahmet Bey, 45 plus 2, 10 numara. Bəli, Moik Qaradağ Lökbatan görüşü 2-2 hesabı ilə bitdi. Qəzənfər müəllim, yəni bu oyunda sizmi xal itirdiniz, yoxsa Qaradağ Lökbatan? Mən deyərdim ki,
oyunun gedişinə baxanda, yəni biz xal itirdik. Niyə görə biz xal itirdik? Düzdür, ilk dəqiqələrdən səhvlər, qapımıza 2 standart vəziyyətdən qol, yəni bir cərimə zərbəsindən, sonra da penaltidən. Penaltidən. İkinci isə biz daha yaxşı oynadıq rəqibdən, daha üstün oynadıq. 91-ci dəqiqədə də penal qazandıq. Yəni 2-2 olarkən hesab penal qazandıq. Sadəcə penalı yerinə yetirə bilmədik və oyun 2-2. Demək, biraz da özünüzü qınamalısınız. Bəli, bəli. Yəni qələbə əldən getdiyinə. Bəli, yəni o 91-ci dəqiqədə sən əgər qələbə qazanmaq istəyirsənsə, iddialısansa, o penalı vurmalısan. Yəni o penalı 91-ci dəqiqədə qaçırtmaq demək olar ki, bizim xal itirməyimizə səbəb oldu. Amma buna baxmayaraq, yenə də futbolçularımı təbrik elədim oyundan sonra. Həqiqətən də Qaradağ Lökbatan bu dəqiqə axırıncı yerdə getməyinə baxmayaraq, yəni turnir cədvəlində bayaq da dediyim kimi, hələ heç nə məlum deyil. Bəlkə də hücum xəttinə görə Qaradağ Lökbatan bu günləri bir-iki komandanın çıxmaq şərti ilə demək olar ki, çempionatda ən yaxşı hücum xəttlər olan futbolçularından, komandadan biridir. Yəni futbolçularına görə. Orada da Premyer Liqa təcrübəsi görmüş futbolçular var. Belə Araz Abdullayev elə qeyd eləmək bəsdir. Arazdır, Bahadurdur. Yəni həqiqətən də meydançada Nurlandır. Onlar hər bir komandaya meydançada baş ağrısı olacaqlar. Elə bizim üçün də böyük Araz 2 qol vurdu. Yəni cərimə zərbəsindən o ustalığını qeyd eləyərdim. O penaltisi olsun. Yəni bu komandanın hücum xətti, bu komandanın oyunu ola bilər indi orada nəsə bir balaca düz getmir, nədəsə indi məşqçilər onu aradan qaldıracaqlar. Amma mən o komandanı axırıncı yerdə görmürəm. Yəni Qaradağ Lökbatan. Biz çempionatın axırında şahidi olacağıq ki, onlar o yerdən çıxacaqlar və daha da yüksək pillələrdə olacaqlar. Çünki həqiqətən də o komanda axırıncı yerə layiq komanda deyil. Futbolçularına baxanda, yəni onların işinə baxanda onlar axırıncı yerə layiq bir komanda deyil. Yəqin ki, bu vəziyyətdən çıxacaqlar. İstərdim biraz Moyk haqqında danışaq. Bax, ötən il komanda sanki bundan daha yaxşı təsir bağışlayırdı və bir çox məsələlər var ki, yəni bir çox mülahizələr var ki, Moyk komandasının hədəfləri hər il niyə dəyişir? Çünki sizin komanda adətən hərbi xidmət dövrü gəlmiş futbolçuların hesabına formalaşır. Ümumiyyətlə, hal-hazırda da belədir. Ümumiyyətlə, komandanın hədəfləri nədir birinci liqada və çox vaxt deyirlər ki, hətta Moyk hədəfsiz oynayır. Çünki, yenə deyirəm, onların heyəti hər il bax, belə futbolçulardan formalaşdığına görə onlar daha çox ortabab komanda təsiri bağışlayır. Bu fikirlə razısınızmı və yaxud da ümumiyyətlə komandanızın birinci liqadakı məqsədi, hədəfi nədir? Yox, mən deyərdim ki, mən bu kluba gələndən keçən il biz deyək ki, keçən sezon biz çempionluq uğrunda mübarizə aparırdıq. Demək olar ki, birinci dövrəni də birinci yerdə başa vurduq. İkinci dövrəni artıq get-gedə komanda biraz zəif çıxış elədi. Axır gəldik, üçüncü yerə düşdük. Yəni bu ildə biz o yoldan çıxmışdıq. Yəni çempionluq ilk 3'dük. Yəni biz bunu qarşımıza məqsəd qoyub çıxmışdıq bu yola. Sadəcə bizim problemimiz, ən böyük problemimiz bizdə meydançanın ilk dövrədə, yəni sentyabrdan yanvara qədər bizim meydança problemimiz oldu. Biz Binəqəsəbə stadionunda hər zaman məşq eləmişik, orada qəbul eləmişik ev oyunlarını. Yaydan o stadion təmirə gedəndən biz, belə deyək də, didərgin olduq, qaçqın kimi. Yəni, hər stadionlarda demək olar, məşqlərimizi Sumqayıt klubunun kapital arena, orada Sumqayıt klubunun bazasında məşq elədik. Sumqayıt klubuna da buradan təşəkkür edirəm. İndi də səhv etməmişsə orada məşq edirsiniz elə. İndi də hə. Klubun infrastruktur problemi var da, indi Qəzəfər müəllim, açıq etiraf etmək. Sabah birisi gün tutaq ki, Moyk gəldi, 3-cü pilləyə yüksəldi və Premyer Liqaya vəsiqə qazandı.
Bax, o zaman artıq lisenziyalaşdırma tələbləri qarşısında yəni belə bir vəziyyətdə klub aciz qala bilər. Düzdür, o düz vurğulayırsınız, amma hal-hazırda Premyer Liqada da elə bir klublar var ki, onların da hal-hazırda stadionu yoxdur. Yəni məhsünlaşıblar, Araz Naxçıvan olsun, yəni onlarda da yəni o vəziyyət. Onlarda əslində var, prosta yaxşı vəziyyətdə deyil. Yaxşı vəziyyətdə deyil. Yəni inşallah yəni olsa elə bir şey olsa, bizdə də rəhbərlik nəsə eləyəcək ki, komanda stadiona təmin olunsun. Sadəcə burada mən bizim bu liqanı, bu ilki çıxışımıza görə, yəni biz bu günləri stadion ümumiyyətlə götürəndə heç bir, bayaq da dediyim kimi, heç bir klubun Premyer Liqa üçün Qəbələnin çıxmaq şərtində Premyer Liqa üçün stadionu yoxdur. Yəni bu dəqiqəki vəziyyətdə, yəni ola bilsin var, lazımlı vəziyyətdə deyil, təmirə ehtiyacı var. Olsun Karvanda, Emişliyində onları da düzəltsələr inşallah, onlar da qoşulacaq, Premyer Liqaya gələcək. Yəni bu baxımdan stadion problemimiz olsa da belə, yenə də mən bilirəm ki, rəhbərlik əgər biz vəsiqə qazansaq, onu aradan qaldırmaq gücündədirlər, yəni onu eləyərlər. Sadəcə bizim problemimiz, yenə deyirəm, əvvəldən biz başlayanda çempionata, biz çempionluq uğrunda çıxmışdıq bu yola. Bizim stadion problemimiz oldu. Sumqayıt klubuna müraciət elədik. Onlar da sağ olsunlar, bizi isti qəbul elədilər, qarşıladılar. Buna görə də Sumqayıt klubu Riyad müəllimə, klubun prezidenti Riyad müəllimə öz təşəkkürümü bildirirəm. Yəni o hər zaman deyib ki, biz ona müraciət edəndə deyib ki, bu ordunun komandasıdırsa, biz təmənnasız onlara həmişə qapımız açıqdır, sağ olsun. O bizə şərait yaradıbdır. Biz yanvar ayından, belə deyək də, qayıtmışıq öz meydançamıza. Yəni Binə stadionuna. Yanvar ayından biz artıq orada məşq edirik. Orada da oyunlarımızı oynayırıq. Biz ən böyük problemimiz çempionatda yəni o oldu ki, biz ev oyunlarını demək olar ki, hamısını səfərdə oynadıq. Yanvara qədər. Stadion məsələsində. Stadiona görə. Amma indi əksinə, indi biraz vəziyyətiniz daha yaxşı olmalı. İndi yaxşıdır. Daha çox ev oyunları keçirəcəksiniz. Bəli, indi vəziyyət yaxşıdır. Yəni meydança baxımından vəziyyət yaxşıdır və artıq bizim də birinci dövrədə itirdiyimiz xallar indi hal-hazırda bizim bu durumda olmağımıza, yəni 5-ci yerdə məskunlaşmağımıza gətirib çıxardıb. Çünki biz elə oyunlarda xallar itirdik ki, yəni öz meydançamızda oynamadığımıza görə də, yəni bu bəhanə kimi də görünə bilər, amma yəni reallıq budur və burada ikinci məsələ də bizim keçən ilki futbolçularımızın əlimizdə qalmamağıdır. Yəni biz keçən ilki kollektivi saxlamaq istədik, bəzi futbolçuları saxlaya bilmədik. Yəni başqa klublar, bu da şübhəsiz ki, maliyyə problemi ilə əlaqədardır. Bəli, başqa klublar təklifləri oldu və futbolçuları biz müqaviləsi də olsa belə biz saxlamalıyıq. Maliyyə vəziyyətiniz necədir, Qəzənfər müəllim? Aydın məsələdir ki, AFFA tərəfindən hər bir birinci liqa klubuna 300 min manat yardım edilir, amma bu da yəni həqiqətdir ki, o 300 min manatla mövsümü başa vurmaq çətindir. Yəqin ki, əlavə maliyyə vəsaiti ayrılır sizə. Bəli, Müdafiə Nazirliyi də bizə əlavə maliyyə ayırır. Biz həm Federasiyanın maliyyəsi ilə, həm də Müdafiə Nazirliyinin maliyyəsi ilə iştirak edirik çempionatda. Yəni bizim bu baxımdan yəni elə bir problemimiz yoxdur. Yəni hər şey o barədə normaldır. Sadəcə elə futbolçular var ki, elə komandalar var ki, futbolçulara daha da, yəni belə deyək də, artıq pullar deyirlər. Yəni biz keçən il futbolçularımız var ki, bizdən qat-qat çox maaş təklif elədilər deyənə olar. Biz məcburiyyət qarşısında qaldıq, buraxdıq, getdilər. Bir məsələni də istəyim, siz keçən ildə səhv etmirəmsinizsə, ondan siz Qarabağ komandası ilə qarşılaşdınız Azərbaycan Kubokunda, Xankəndi şəhər stadionunda və həmin dövrdə belə bir söz-söhbət də yaranmışdı ki, Moik Premyer Liqaya buraxıla bilər və öz ev oyunlarını Xankəndi şəhər stadionunda keçirilmək şərtilə. Ümumiyyətlə, belə bir məsələ olubmu və yaxud da gələcəkdə bu mümkündürmü? Belə bir düzü, o rəhbərlik səviyyəsində olan bir məsələdir. Yəni onu biz deyə bilmərik. Yəni o rəhbərlikdən olan bir məsələdir, yenə deyirəm. Amma olsa bizim üçün lap yaxşı, lap əla. Çünki tarixi torpağımızdır, gedərik, orada işləyərik. Amma bunun üçün yenə deyək, o elə Xankəndi stadionunun özünü düzəltmək lazımdır. Yəni oranın da oturduğu süni meydançadır, o da yaxşı vəziyyətdə deyil. Biz Qarabağla oyunda da bunu
hiss elədik. Demək olar ki, Qarabağda futbolçuların çoxusu, yəni butsi geyinmədilər. Rezin butsilərdən istifadə elədilər. Yəni meydança yaxşı aydın məsələ deyil. Yaxın müddətdə həmin stadion da yüksək səviyyədə təmir olunacaq. Düzəldəndən sonra yəqin ki, elə bir plan ola bilər. O da yenə deyirəm, rəhbərlikdən asılıdır. Biz sadəcə həmin oyun bizə həqiqətən də böyük bir stimul deyəm, qürur hissi verdi həqiqətən də. Yəni işğaldan azad olunandan sonra Xankəndi stadionunda ilk oynayan komandalardan biri oldunuz. Vaxtımız yekunlaşır Qəzənfər müəllim və biz istərdik sonda hörmətli tamaşaçılar turnir cədvəlinə diqqət yetirməliyik. Hazırda 17 turdan sonra turnir cədvəlində vəziyyət necədir? Qəbələ 45 xalla liderliyini davam etdirir. Karvan 33 xalla ikincidir, İmişli 30 xalla 3-cü pillədə gedir. Baku Sporting yüksəlişdədir və artıq 24 xalla 4-cü yerə qalxıb. Moik 22 xalla 5-cidir, Zaqatala 22 xalla eyni xala malikdə 6-cı yerdədir. Zaqatalada eniş var, əməlli başlı. Mingəçevir yüksəlişdədir, artıq Mingəçevir komandası da 7-ci pilləyə yüksəlib, 17 xalı var. Cəbrayıl 16 xalla 8-ci. Difai və Qaradağ Lökbatanın 13 xalları var və bu komandalar 9-cu, 10-cu yerləri bölüşürlər. Növbəti turda, 18-ci turda hansı oyunlar keçiriləcək, hörmətli tamaşaçılar, diqqət yetirək, ekranlarınıza da gələcək. Martın 12-sində Bakur Sporting İmişli oyunu var, bir oyun olacaq. Ayın 13-də, 13 martda 3 qarşılaşma var. Cəbrayıl Difai, Qaradağ Lökbatan, Karvan və Zaqatala Qəbələ və martın 14-də tura Mingəçevirdə ilkin vurulacaq. Mingəçevir komandası Moik ilə qarşılaşacaq. Hörmətli tamaşaçılar, biz artıq verilişimizi yekunlaşdırırıq. Mən bir daha xatırlatmaq istəyirəm bugünkü qonağımızı və bugünkü qonağımız Moik klubunun baş məşqçisi Qəzənfər Abbasov idi. Qəzənfər müəllim, təşəkkür edirik studiyaya gəldiyiniz və maraqlı söhbət etdiyiniz üçün. Bizim verilişimiz yekunlaşır. Növbəti həftə yenə eyni studiyada görüşmək ümidi ilə sağ olun, salamat qalın.